Salam hörmətli dinləyicilər, hər vaxtınız xeyir olsun. Naxçıvan Radiosunun efirində Səbəb Budur verilişində xoş gördük hər birinizi. Bu gün də verilişdə proqramın aparıcısı mənəm Sona Mirzəyeva və maraqlı bir həmsöhbətim var, həmişə olduğu kimi. Elə istərdim ki, həmsöhbətimi sizə əvvəlcə təqdim edim, sonra isə maraqlı suallarımız var, maraqlı söhbət sizi gözləyir deyə bilərəm. Qonağımız tanınmış rəssam Səbirəli Nəbiyevdir. Hal-hazırda bizim arxa fonda çox sevdiyimiz bir musiqi səslənir, mahnı səslənir. Bu dünya, sirli dünya. Mən səhərimi bu mahnı ilə açdım, amma necə açdım Səbirəli bəyin paylaşımından təbii ki. Və elə bu sualla da, bu arxa fondakı bu gözəl mahnı ilə də ilk əvvəl istərdim ki, Səbirəli bəy özünü belə təqdim eləsin. Bu dünya niyə sirlidir? Təşəkkür edirəm Sona xanım. Əvvəlcə bizi dinləyən hər kəsə salamlar, sevgilər. Bu dünya həqiqətən çox sirlidir. Çox insan üçün çox da məncə gərəkli bir şey deyil. Dünyanın sirli olmağı və yaxud da ki, çox aşikar olmağı. Amma mən belə düşünürəm ki, dünya həqiqətən çox sirlidir. Bunu özümdən götürürəm. Dünyanın bir parçası olaraq, bir zərrə olaraq. Hər gün özümdə yeni nəsə kəşf edirəm. Yəni, çox balaca bir zərrə olaraq bu qədər sirlərlə doluyamsa, siz dünyanın nə qədər sirlərlə dolu olduğunu artıq müqayisə edə bilərsiniz. Çözə bilməliyik. Mahnı gelir, istəyirsiniz Biz bu mahnı ilə başladıq. Mənim də ən çox sevdiyim mahnılardan biridir bu mahnı və o sizin paylaşımınızda maraqlıydı. Çünki təbiətə vurğunsuz, bildiyim qədərilə. Mən də eyni ilə təbiəti çox sevirəm, rənglərini də çox sevirəm. O paylaşım da çox maraqlıydı ki, o təbiətin səsi, təbiətin rəngi, oradakı al-əlvanlıq, yaşıllıq və bu mahnı. Çox yaxşı bir vəhdət var idi orada. Doğrudur. Çox az idi, çox bir neçə saniyə idi o paylaşım, amma həqiqətən insana o qədər şey deyirdi ki, o qədər mənalar aşılıydı ki. Gününüzü belə başlayırsınız. Əslində, həyat çox qısa anlardan ibarətdir. Biz onu uzun-uzadı yaşayırıq, tanım ki, 50 il, 60 il, 100 il. Amma həyat əslində o qısa 20, bugünkü məsələn 20 saniyəlik bir videodan ibarətdir. Ki, bugün günümüzü necə dəyişdi bizim? Sizin, mənim, izləyənlərin. Yəni bir mövzu oldu. Yəni ona görə də həyatı qısa və yaxud da uzun anlara bölmək olmaz. Çox bir saniyəlik belə olsun bir mövzu çox insana təsir edə bilər və gününü dəyişə bilər. Düşündürə bilər. Bir də mən sizə belə bir söz deyim. Mən təbiət vurğunu deyirəm. Amma paylaşımlarınızda belə. Təbiətin özüyəm. Bu çox yaxşı. Təbiətin özüyəm. Yəni özümü təbiətdən ayırdığım bir gün olmayıb. Düzdür, mən özüm belə deyim, kənd uşağıyam. Davamlı torpaqla, həyətlə, ağacla böyümüşəm. Ona görə də şəhərdə böyüyüb kənd uşağı olmuşam da, belə deyim. Ona görə də mən təbiətlə demək olar ki, elə uşaqlıqdan tanışam. Düzdür, hər kəs bu düşüncədə olmur. Nə qədər, məsələn, kətdə yaşayanlarımız var ki, istəmirlər. Yəni, təbiət onlar üçün maraqlı deyil. Bu da bir gerçəkdir. Mən bu gün təkcə pozitiv yox, negativ danışmayacağam, amma gerçəklik danışacağım. Biz daha çox negativliyi ilə gerçəkliyi qarışdırırıq, amma tamam fərqli mövzular da olar. Gerçəklərdən də danışmaq lazımdır. Təbiət, mən bir tövsiyə vermək lazım olsa təbiətlə bağlı, təbiətə toxunmaq lazımdır. Yəni, bu necə ola bilər? Ən sadəsindən yola çıxaraq toxunmaq olar. Təbiətlə iç-içə olmaq olar, yerimək olar. Çox az insan ağaca toxunub ondan söhbət eləyir, onu hiss eləyir. Yəni, bunu o qədər dəfələrlə yaşamışam. Bu çox gözəl bir hissdir. Bunu tövsiyə edirəm hər kəsə. Bir olmadı deyə buraxmayın, davamlı eləyin, sonda ona nail olacaqsınız, inanıram. Və biz rəssamlardan daha çox rənglərin dilini soruşuruq. Necə danışırsınız rənglərlə?
Sizdə paylaşımda rənglərin səsini gördüm. Necə gəlir? O səsi necə duyursunuz? Rənglərin səsi deyə də bir sərgi eləmişdim. Elə xatırlayıram. Düzgün xatırlayıram. Amma son dövrlərdə artıq bir fikir məndə uyanıb ki, əslində rənglərin səsi yoxdur. Rəngləri səsə gətirən var ki, onlar danışır. Tutalım ki, bir kitabı oxuyanda orada sadəcə hərflərdir. Onu səsləndirən, onu oxuyandır. Burada danışan təkcə kitab olmur, səsləndirən də olmur. O kitabdakı duyğu, hiss olur danışan. Rəssamlıq da belədir. Danışar və yaxud da danışmaz, susar və yaxud da susmaz. Bu nə qədər önəmlidir, onu artıq sərgidə iştirak edən, rəsmlərə baxan. Sizin rəsmlər danışır. Danışır çünki çox doluyam. Və bu doluluqda istər-istəməz rəsmləri danışdırır. Nə demək istəyirsiniz? Nəyə çatdırmaq istəyirsiniz? Gözəl sual verdiniz. Bu rəssam nə demək istəyir? Hətta bunu deyən də olmuşdu mənə ki, nə demək istəyirsiniz? Əslində heç nə. Demək istədiyim bir söz nədir? Mən bu 30 illik dövrdə çox az bir yaşdır da, 30 yaş. 40 olsaydı rahat böyük kimi danışa bilərdim, amma 30 biraz azdır və çox o qədər rahat deyə bilmirəm. Az deyil. Eləmi? Əlbəttə ki, insanlar var ki, hətta belə bir cümlə var. Rəqəm olaraq deyirəm. Böyüyüb və kiçilmiş insanlar vardır. Doğrudur. İrəmini görürlər ki, onu. Biraz mən sərgidə çıxış edəndə də demişdim. Biraz o fikirlərimi çox negativ, biraz öncə demişdim axı, biz negativliklə gerçəkliyi biraz qarışdırırıq. Fərqli mövzulardır. Negativ danışmıram, sadəcə biraz çox gerçəkçi danışıram. O da biraz çox pessimist, negativ. İnsanlar dinləmək istəmir. Bəlkə də iç dinlədiyi təəssüratdan yola çıxır, belə deyək. Ki, iç ötürülən enerjidən yola çıxır. İnsanlar bugün o qədər əyləncə ardınca getmək istəyirlər ki, ona görə gerçəklik bir söhbət olanda o söhbətdən tez sıxılırlar. Ora fokuslana bilmirlər, onu dinləmək istəmirlər. Hətta günümüzdə bilirsiniz, sosial şəbəkələr bizim həyatımızın bir parçasıdır, hətta çoxudur deyə bilərik və artıq bugün bir neçə saniyəlik videonu biz izləyə bilirik. Artıq o yarım dəqiqə olursa, onu belə bizim səbrimiz çatmır ki, o videonu axıra qədər izləyək, dinləyək. Bu artıq problemdir. Xəstəliyə belə gəlib çıxara bilib bunu. Çünki bəzi ölkələr var ki, artıq bu Çin kimi ölkələrdə bu zərərli vərdişlər siyahısına daxildir. İnsanlar əgər bir neçə saat ərzində sosial şəbəkədən istifadə edirsə, bu zərərli vərdiş hesab olunur. Təəssüflər olsun ki, ona görə siz bugün bir gerçəklikdən, bir elmi araşdırmadan və yaxud da ki, siz emosiyalarınızdan, duyğularınızdan danışanda insanlar onu negativlik kimi adlandırır, sıxılırlar axı. Ona görə deyilə bəlkə bu negativlikdir. Dinləmək istəmirlər. Çox doğrudur. Sosial şəbəkədən söhbət açılmışkən biz 2020-də itirilmiş film ssenarisini yazmışdım. Ondan biraz qabaq idi, amma 2020-də biz onu çəkdik. 16 dəqiqəlik idi. Biz çox düşündük ki, yəni bu 16 dəqiqəyə kimsə baxacaqmı görən? Çünki həyat, yəni indi hal-hazırda daha çox qısalır. Yəni 20 saniyə belə insanlar baxmaq istəmir. Yəni 16 dəqiqə çox uzundur. Artıq heç kim o qədər uzun olsun istəmir. Çox qısa olsun, 1 dəqiqə olsun və ya 30 saniyə olsun. Fikir olsun, tam olsun, fikir bizə çatsındır. Amma o da çox, bayaq dedim, bəzi video var ki, 20 saniyə olur, bizim günümüzə təsir edir, yaxşı mənada. Elə videolar da var ki, bugün sosial şəbəkədə o videolar çoxdur. 15-20 saniyədir və bizim günümüzə təsir edir, yaxşı mənada yox. Bizi negativ köklüyür, bizi yorğun edir, yuxusuz edir. Yəni, bunları bir çoxunu yoxlamışam. Çox insan qıraqdan baxanda elə bilirdi ki, mən sosial media çox meyil edir. Amma əslində onu yoxlamaq hər şeyə, hər şeydə o cürəm bir şey yoxlayıb. Mən həyatda baş verən hər şeyə bir rəsm əsəri kimi baxıram ki, ondan nəsə çıxarda biləcəmmi, ya yox. Mən 2025-in fevral ayı Naxçıvana gəldim, Bakıdayım.
Ondan sonra hardasa bir 10-a yaxın yeni rəsm çəkdim. 2 ay ərzində. 2-3 ay ərzində. Əslində kənardan baxan üçün çox qısa müddətdir ki, bu müddət ərzində necə oldu, sən hardan fikir oyandı ki, bir rəsm çəkmək üçün, fəlsəfi bir rəsm çəkmək üçün əvvəlcədən bir fikir olmalıdır, ideya olmalıdır, fəlsəfi yanaşma olmalıdır ki, o əsər ortaya gəlsin. Yoxsa hər hansısa bir mənzərəni çəkməyə o qədər də bir məna ehtiyac deyil. Amma fəlsəfi bir yanaşmadırsa, artıq ona aylar, illər lazımdır ki, o əsər ortaya çıxsın. Mən də deyirəm ki, yəni öyle deyil də. Sadəcə siz 2 ay kimi görürsünüz, amma onun arxasında illər var ki, bayaq onu demək istəyirdim əslində ki, 30 ildə insan zərbələrdən ortaya çıxır. İnsanı formalaşdıran zərbələrdir. Bu zərbələr o demək deyil ki, insana ağrı verir, acı verir, xeyr. Öylədir. Bu yaxşı mənada da ola bilər ki, insana təcrübə qatır və mən o təcrübələrdən ortaya çıxıb nəsə ortaya qoymağa çalışmışam. Çalışdığım qədər də nail oluram. Bizi inkişaf elətdirən elə onlardır zərbələr. Əlbəttə ki. Biz davamlı komfort alanda olsaq, rahat bir alanda davamlı olsaq inkişaf eləməliyik ki. Bu çox da mümkün deyil. İnkişaf eləyə bilər insan, necə inkişaf eləyə bilər? Sənət baxımından bu çox da mümkün deyil. Digər sahələrdə ola bilsin ki, rahat bir ortamda, heç bir narahatçılığın olmadan hansısa sənət sahələrində nəsə eləmək olar. Amma hər şəraitin varsa, hər istədiyin tez əldə olunursa, orada inkişafdan söhbət gedə bilmir. Doğrudur, mən sizdən razıyam. Amma mən sizə belə bir söz deyim. Təhliyə yalnızlığı hər zərrəsində hiss edən biri olaraq və illərlə, necə deyim sizə, çox sosial olmayan biri olaraq mən onu demək istəyirəm ki, təklik çox gözəl bir şeydir. Çox möhtəşəm bir şeydir. İnsanın özünü, demirəm özümü tapmışam və yaxud tapmamışam da demirəm. Sadəcə hal-hazırda özümü hiss edə bilirəm. Bu çox da önəmli deyil, özümü tapmışam, tapmamışam. Özümü hiss edə bilirəm. Özüm özümə toxunanda, Loridə desəm, tüklərim biz ola bilir. Yəni bunu sözlə nə qədər desəm də, qarşı tərəf bunu o qədər də yaxşı anlaya bilməz. Onu yaşayan anlaya bilər ki, hə, bu nə demək istəyir ki, mənalı olsun da ifadəm, mənasız olmaz. Amma günümüzdə insanlar həm də tək qala bilmirlər, təklikdən qorxurlar. Bəli, onu demək istəyirdim elə mən. Öz gerçəkliklərindən üzlə qalmaqdan qorxurlar. Bugün nə qədər insan 4 divarın arasında saatlarla, günlərlə qala bilər və yaxud da nə qədər insan tək başına günlərlə yürüyüşə çıxa bilər, təbiətdə ola bilər, bir ağacın altında otura bilər. Məsələ deyil ki, nəsə eləyəsən, kitab oxuyasan, rəsm çəkəsən. Səmrəli bəy, günümüzdə belə bir məqam var. Təklik və tənhalıq. Ayrı-ayrı mərhumlardır, ümumiyyətlə mütəxəssislər də. Çox üzr istəyirəm. Mən o ikisini birləşdirmişəm artıq. Nəyə görə deyirlər? Çünki bu tənhalıq insana xidmət eləmir, təklik xidmət edir. Buna görə deyirlər ki, yəni sən tək qalırsansa, artıq özündən zövq ala bilirsən, öz susqunluğunun səsini eşidirsən, amma tənhalıq sənə xidmət eləmir, asosiallığa gətirib çıxarır ona görə. Nəyə görə bunu mütəxəssislər araşdırdılar? Çünki günümüzdə çox adam deyir ki, mən tək qala bilirəm, tənha gəzə bilirəm, amma sosial şəbəkələrdə gəzirsənsə, o sənin dediyin tənhalıqdan, təklikdən söhbət getmir. Amma siz dediniz, təbiətdə gəzmək, telefonsuz, internetsiz, həqiqətən özünüzlə qala bilirsinizsə, o sakitliyin səsini, dilini anlaya bilirsinizsə, bax, həqiqətən orada inkişaf, uğur da oradadır elə. Bəli. Özünüzdən qorxmursunuzsa, gerçəkliklərinizlə üz-üzə qala bilirsinizsə. Bəli. Bu 4-5 yaşından başladı sizdə. Çünki orada demişsiniz, müsahibələrinizdə deyirsiniz ki, 4-5 yaşından mən çəkməyə başlamışam. Nə çəkirdiniz? Onda da belə insanlığa nəsə öyrətmək, çatdırmaq istəyiniz var idi, yoxsa sadəcə bir vərəq və qələm var idi əlinizdə? Baxın, mən sizə bir söz deyim. Bizim cəmiyyətdə belə bir fikir var ki, hansısa bir yaradıcılıq sahəsi ilə məşğul olan biri ilahi verici kimi adlandırırıq. Amma əslində elə deyil.
Yəni özümüzü aldadırıq da sadəcə ki, yəni bu insan və qarşı tərəfə də o yaradıcılıqla məşğul olan şəxsə də gərəksiz bir ego yüklüyürük ki, sən seçilmiş insansan. Elə deyil, adam sadəcə əziyyət çəkib. Bu gün mən uşaqlığımda, məktəb dövrlərimdə uşaqlar futbol oynayanda mən futbol oynamayıb, gəlib evdə rəsm çəkib, dərnəyə gedirəmsə, yəni bunu kimsə deyə bilməz də bu ilahi bir seçilmişlik. Axı mən əziyyət çəkmişəm axı. Onu niyə ilahiyə bağlayırıq? Əlbəttə əziyyət var, zəhmət var, amma mən buna razı deyiləm. Nəyə görə? Təbii ki, bütünlük, vəhdətlik anlamında, indi ora mən gələcəm. Vəhdətlik də təbii ki, sizdə ümumiyyətlə daha çox işlənmiş mövzulardan biridir. Əlbəttə biz ruh olaraq bir bütünün parçasıyıq. Amma biz bu dünyaya bədənlənmiş halımızla fərqli insanlar olaraq bədənləndik. Ona görə də siz seçilmişsiniz. Əgər bir ortamda 4-5 yaşında 10 dənə uşaq varsa, 10 uşaqdan sadəcə siz düşünüb evə gəlirsinizsə, bu seçilmiş hesab olunmur. Oradan düşünməsəz, evə gəlməsəz, əsas məqam odur, seçim. Siz seçdiniz, evə gəlməyi seçdiniz. Gəlməsəz, siz də uşaqlardan biri idiniz. Seçim önəmlidir. Eyni mövzunu deyil. Əslində eyni şey deyirik biz. Seçim önəmlidir. Bunu seçən özümüzük. Seçilmiş deyirik. Onu demək istəyirəm mən sizə. Axı o duyğu var sizdə. Ola bilər. O qarşı tərəfdə də başqa duyğu var. Əlbəttə var. Bu o demək deyil ki, mən ondan üstünəm, mən seçilmişəm. Üstün yox, amma hər bir insan. Mən bu gün desəm seçilmiş insanam, bu absurd olar. Doğrudurmu? Məncə absurd olar. Ki bu gün yəni çox məsələn ən sadəsindən götürsə bir anlaşılan bir ifadə var ki, məsələn peyğəmbərlik anlayışı var. Heç bir peyğəmbər yaşadığı dövrdə mən peyğəmbərəm deməyib. Ən çox bilinən, yəni ən çox belə sevdiyim biri olaraq, sevdiyim biri məsələn Həzrəti İsanı götürsək, o belə yaşadığı dövrdə, yəni o cür bir inanc ortaya qoymayıb və peyğəmbər olduğunu deməyib. O sadəcə örnək olmağa çalışıb və örnəkdə olub. Seçilməyib ətrafından. Onu bilmirəm, o dövrdə yaşamamışam. Seçilib. Peyğəmbər ola bilər. Bu çox müzakirəli. Seçilib, amma ilahi tərəfdən seçilibmi, seçilməyibmi onu deyə bilmərəm. Yəni bir onun varlığı, yoxluğu. Bax, Səbrəli bəy, qısa yoldan qaytarmaq istəyirəm sizi. Buyurun. Günümüzdə nə qədər insan düşünür, nə qədər gənc oturub düşünə bilir. Sadəcə səhər rutin işləri vardı. Telefonu alırlar əllərinə, yeməklərini yedilər, işə getdilər, gəldilər, telefonda bir balaca oynadılar və yuxuya getdilər. Sizcə bunlar seçilmiş insandılar, düşünə bilirlər. Düşünürsənsə, artıq fərqində olub yaşayıb, hər kəsdə var düşüncə əlbəttə, amma onu fərqindəliyə tökmək məsələsi var axı. Doğrudur, mən sizdən razıyam. Hər kəs fərqində deyil bu yaşadığını. Düşüncə, üzr istəyirəm, düşüncə dərinlik deməkdir. Biz cəmiyyət olaraq tək bizim cəmiyyətdən söhbət getmir də, yəni milyardlarla insanlardan söhbət gedir. Yol dərin olur, getmirik. Söhbət dərin olur, etmirik. Mövzu dərin olur, girmirik. Biz dərin olan hər şeydən qaçırıq. Bayaq dediyimiz bu sosial medianın da biraz çox təsiri var. Çox təsiri var. Hər şeyin asanına qaçırıq biz. Asan olsun, tez başa gəlsin. Uğurlu insanlar deyirlər ki, bu dünyada nə ki sıxıcıdır, sizi sıxır. Uğurunuz oradadır. Bəli. Biz nədən qaçırıq? Sıxılmaqdan qaçırıq, qorxuruq. Bəli. Bugün bir insan sevmədiyi bir tutalım ki, mən öz sahəmdən götürürəm də. Tutalım ki, bir rəsm çəkirəm. Bir rəsm çəkdirən sonra artıq o rəsm mənə gəlir, narahat eləməyə başlayır. Mən onu kənara qoyub başqasını da çəkə bilərəm. Amma onun üstündə işləyib ortaya nəsə çıxarda da bilərəm. Bunu çox az insan edir. Yəni mən sadəcə öz sahəmdən bir misal çəkdim. Bunu hər bir sahədə yoxlamaq olar. Ona görə də mövzunun dərinliyinə yenmək lazımdır. Tutam ki, biri məsələn dindardır, ibadət edir, hər bir istənilən dini mövzudan söhbət gedir. İnsan bir balaca araşdırmağa başlayır, amandır getmə, dərinliyinə getmə. Niyə? Niyə getməsin? Gedə bilər. Bugün mən rəssamam, rəssamlığın dərinliyinə getməsəm, nə verə bilərəm insanlara? Axı bunu özümə bir missiya edinmişəm ki, misal özümdən deyirəm də, yəni başqalarına ola bilər ki, insanlara yaxşı nəsə ötürməliyim.
o sahənin dərinliyinə yenməsəm, mən necə nəsə ötürə bilərəm? Adi gedib etüd edib, mənzərə çəkib sərgiləyərəm, bitər gedər. Küçümsəmirəm ha, yəni o mənzərə çəkənləri. Bir dənə fikrim səhv anlaşılar. Onun özü də bir gözəllikdir. Amma yəni mənim kimi bir fəlsəfi yanaşmanı özünə missə edinən biri olaraq deyirəm ki, mən onun dərinliyinə enməsəm, nə mesaj ötürə bilərəm cəmiyyətə, gəncliyə və yaxud da 100 il sonra? Yəni, məsələ odur. Tez-tez ruh halınız dəyişir. Dəyişir. Elə bir dövr olur ki, məsələn, mənə çox sağ elə necə musiqiyə qulaq asırsınız. Yəni, bu çox, əslində bilirsiniz necədir? Atmosfer təsir eləməməlidir insana ki, insan ruh halı dəyişsin. İnsan bir ruh halında olmalıdır. Sanki elə danışdım ki, ruh halım dəyişmir kimi danışdım. Əslində mən də biraz dəyişən biriyim. Çox deyiləm, amma yəni ruh halımın dəyişəni ilə söhbət. Dəyişən olmalıdır. Dəyişən olmalıdır əslində. O mövzuya da değinəcəm. Kənarda baş verən neqativ hadisələr biraz mənə təsir edə bilir. Onun üstündə bir neçə saat qala bilirəm. Köklənirəm, yəni özümü kökləyirəm ona. Bunu bilərək eləyirəm, çünki yenə deyirəm, ondan da nəsə ala bilirəm mən. Yəni mən sadə bir həyat yaşayıb getmək, onsuz bunu hər kəs eləyir. Mən həmişə onu deyirəm ki, yəni hamı kimi yaşayıb hamı getməyi, onsuz hamı eləyir. Ən azından burada bir nəfər, 2 nəfər, 3 nəfər nəsə eləsin, nəsə bir mesaj götürsün ki, cəmiyyət dərinliyə yenə bilsin. Bəs əsərlərinizdən sizin o əhval-ruhiyyənizin dəyişkənliyini anlaya bilərik, görə bilərik onu. Sərgidə bir nəfər mənə sonradan demişdi, bəlkə də dinləyir indi, bəlkə də dinləmir, bilmirəm. Çox, rəsmlərlə bağlı çox fikirlər var idi, ağlımda qalan sördüdür. Baxanda deyirdi, ağladım, gözlərim doldu, ağladım yox, gözlərim doldu. Rəsmin enerjisindən ola bilər və yaxud da ötürülən mesajdan ola bilər. Və həmin vaxtı o hansı enerjidəymişəm ki, o ondan təsirlənib. Yəni, burada ağlamağı, burada tutam ki, bir 10 nəfər olsa, bu fikri desəm, düşünəcək ki, yəqin ki, çox narahat vəziyyətə çəkmirsən ki, o baxıb ağlayıb. Amma əslində elə deyil. Yəni, ağlamaq təkcə narahatçılıqdan yaranmır. Çox müsbət enerji də ola bilər ki, o insan gözünü doldura bilər, yaşla doldura bilər. Bunlar çox, bilirsiniz, çox incə saplardır. Birinə görsən, o birinə də təsir edir. Ona görə elə toxunmaq lazımdır ki, o saplara hər biri eyni anda titrəsin, eyni anda dayansın. Portretlərdə niyə? Hamısında özünüz varsınız? Bəli, onu Nizami müəllim də, Nizami Aliyev dinləyirsə bizə ona da buradan salamlar. Salamlayırıq Nizami müəllim. O çox, təbii ki, indi sənətlə iç-içə olan biridir, araşdıran biridir. O istər-istəməz oxuyur. Portretlərim o demək deyil ki, o da fikir demişdi. O biraz fikri çox maraqlı idi. Elə onun fikrindən yola çıxaraq deyəcəm. Özümü vəsf eləmək üçün bir niyyətim yoxdur. Sadəcə özüm vasitəsilə nəsə ötürürəm. Yəni baxsaz portretlərə heç birində yəni sadəcə mənəm, arxada sadəcə bir rəng tonu deyil. Eynilə, yəni nəsə var da, yəni nəsə demək istəyirəm. Heç nə olmasa belə enerji var. Təbii ki. Baxan oradan bir enerji qoparır. Siz həmin anda, yəni hər hansı bir duyğuda olanda özünüzü portret kimi çəkirsiniz ki, o duyğunu çatdırmaq üçün? An məsələsi deyil o. Anlar məsələsidir. Ki, nə qədər anlar yığılır, ortaya bir şey çıxır. Və bu da bir zaman alır. Tanım ki, misal deyirəm, otururam, rəssam rəsm çəkmək üçün çox uzaqda olmamalıdır, kətanla yaxın olmalıdır, iç-içə olmalıdır. Sağımda fırçam, solumda boyalarım, önümdə ağ kətan olur. Elə olur ki, 1-2 gün elə boş-boş otururam, açıq deyim sizə, gedirəm, biraz gəzirəm, gəlirəm, ondan sonra özümü toparlayıram. Bu demək deyil ki, fikir yoxdur ağlımda. Fikir çoxdur. Amma onu kətana necə köçürdəcəm ki, qarşı tərəfdə ondan nəsə ala bilsin. Həyatın dərinliyi, fəlsəfi düşüncələr əsərlərinizdə çoxdur. Deməli, günümüzdə ən çox eşitdiyimiz nədir? Süni zəka, intellekt, internet bir çox sahələr var ki, həyatımızdan çıxaracaqdır. Asanlıq da bu arada daxildir. Çünki bugün bilirsiniz də, ChatGPT-dən hər şey bizə bütün mənzərələri ala bilərik. Siz belədir.
Mən öz fikrimi deyim, sonra sizi dinləyim. Məncə yox. Çünki hər nə qədər də o süni intellekt bizə ən gözəl mənzərəni, ən gözəl portreti versə də, bizim duyğularımızı verə bilməyəcək. Səbrəlinin duyğularını ora verə bilməyəcək. Səbrəlinin çəkdiyi o portretdəki emosiyanı verə bilməyəcək. Sizə işləyə o zaman. Bundan bağlı keçən dəfə bir video çıxdı qabağıma. Mən bildiyim qədərini Yapon olmalı idi, mütəxəssis idi. O deyirdi ki, əslində fikir var idi məndə, amma onun fikri ilə üst-üstə düşdü deyə tam fikir məndə formalaşdı. Süni zəka bizdən alır, təzədən bizi ötürür. Kitablardan toplayır, elektron kitablardan, bizim sosial mediada paylaşdığımız rəsmlərdən. Ümumiləşdirir və bizə onu qaytarır. Yəni o qədər hər şeyə sahibdir ki, yəni ona görə də nə istəyirsə onu bizə qaytarır. Əslində mən deyirəm ki, yəni bu çox sadədir də. Yəni bilirsiniz, hal-hazırda biz özümüz eləyirik, yəni bunu. Özümüz yükləyirik və artıq o da bundan istifadə edib bizə qaytarır. Biz də elə bilirik bəlkə, yəni onda bunlar mövcud idi. Mövcud deyildi, sadəcə biz yükləmişik ona. Eynən. Əslində mən deyirəm ki, əsrimizin ən böyük çəkkilərindən biridir. Çoxları buna qorxu kimi yanaşırlar. Artıq bizim hər şeyimiz əlimizdən alacaq, bir insanlığa ehtiyac olmayacaq. Belə düşünənlər də var. Amma həmin o süni intellektdən istifadə eləyən önəmlidir. Biz elə istifadə eləməliyik ki, bizə nə lazımdır? Faktı götürdün, sənə lazım olanı götürdün, amma insanın o enerjisi, sevgisi, emosiyası onun içərisində olmalıdır. Hansı işdə çalışırsan, çalış, hansı yerdə olursan, o fərqi yoxdur. Baxın, mən sizə belə bir söz deyim. Mən ondan süni zəka ilə bunu sonda bağlayacağam. Mövzunu bağlayacağam ondan. Yəni, bağlayacağam, yəni birləşdirəcəm o mənada. Mən günümü necə keçirdirəm? Bir dünya insanı olaraq bir dünya insanı gününü necə keçirdir? Səhər yuxudan durdum. Suyumu içdim. Limonlu suyumu. Bu rutindir, hər gün. Rutin. Ola bilər, dəyişə də bilər. Yəni hər gün belədir deyə bir şey yoxdur. O zaman saat neçədə deyim, maraqlı gəldi mənə. Günorta 4-də də oyandığım olur. Gecə yatmayıb günorta 4-də yatdığım da olur. Tezdən 10-da oyandığım da, 9-da oyandığım da olur. Amma saat rutin deyil, yəni fərqlidir. Bunu standartlaşdırmaq doğru deyil. Ki bu vaxt o artıq olur robot. Robot olursan və yaradıcı insan da ona heç vaxt sığmır. Belə deyimsə, ürəklə vaxt istədi, o vaxt oyanmalıdır. Nə vaxt istədi? Mən ümumiyyətlə belə deyim sizə, biraz mən bizdən kənara çıxdım. Bizə yüklənən məlumat nədir? Saat 12-yə qədər yat, tezdən 9-da dur, işə get, gəl, ye, iç, yat, bir də dur. Yəni bu normal bizi bir qəlibə salıblar, biz o cür həyatımızı yaşayırıq. Mən hətta bununla bağlı bir rəsm də var, əsər də var. Gecə və gündüz. Tərsinədir. Düz baxanda gecə gündüz kimi görünür. Tərs çevirib baxanda onun əksi kimi görünür. Yəni burada bilsin nə deməkdir? Mən həmişə öz-özümə deyirəm ki, mən gecə ilə gündüzü bir eləmişəm. Gecəni gündüz eləmişəm, gündüzü gecə eləmişəm. Həmçinin heç bir fərqi yoxdur. Və bunu artıq özümdə, bunu mənə heç kim məcbur eləmir. Mən elə olur, gecə yatmıram. Hətta elə olub ki, mən bu bir neçə ayda mən 30 saat oyaq qaldığım günlər olub. Əsər çəkəm. Yatmamışam. Əsər çəkmişəm, yürüyüş eləmişəm. Hətta mən sizə deyim ki, hardasa 800 kilometrə yaxın yerimişəm həmin günü. Hə. Yəni bunu bilirsiniz necə? Yəni yoxlamaq istəmişəm görüm hələ. Biz həqiqətən də mi robotuq? Ya bizi idarə mi eləyirlər? Ya biz özümüzü idarə edə bilərikmi? Görürəm ki, yox, biz özümüzü idarə edə bilirik. Kimisə bizi idarə eləməyinə həqiqətən də ehtiyac yoxdur. Gecə yatmaya bilərik. Məsələn, bir ayın 15 günü mən gecə yatmıram. Gündüz yatıram. Yəni bu standart bir həyat mütləq belə olmalıdır deyə bir şey yoxdur ki. Amma sizin əhvalınıza təsir edir. Heç bir təsir eləmir. Görürsüz necə rahat sizlə söhbət edirik, təbəssüm edirəm.
normal, qıraqdan da baxan deyər normal insandır. Amma heç də normal insan deyiləm məsələn. Yəni mən kənardan özümə nəzər yetirirəm. Özümdən dostluq eləməzdim. Doğru. Həqiqətən çox necə deyim sizə? Çox biraz ən sadəsindən də saydığım misallar məsələn. İnsanlar bayaq mən danışdığımız kimi çox dərinliyi sevmirlər. O zaman sizin dostlarınız Hər şeyi fəlsəfiyə bağlama deyirlər. Baxın mən sizə belə deyim. Yəni hər şeyi niyə fəlsəfiyə bağlayırsan? Yaxşı, hər şeyi fəlsəfiyə bağlamayın. Normal söhbətlər eləyək. Maşın belə gəldi, o belə getdi, ev belə gəldi. sadə söhbət. Hə, sadə primitiv söhbətlər Amma o eləyək. zaman da mən belə başa düşürəm ki, siz elə özünüzlə dost olarsınız. Bəs mən özümlə dostam. Heç kim mənə tab gətirmir onsuz. Həqiqətən elədir. Yəni düzdür, indi dostlarım var, yaxşı dostlarım var, sağ olsunlar. Münasibətimiz də var, arayıb axtarırlar, maraqlanırlar. Salamlayırıq hər birini. Sizin dostlarınızı dinləyənlər də var. Bu Təşəkkür. arada sizə suallar verənlər də var. Həqiqətən. Tez-tez küsürsünüz ümumiyyətlə. Suallardan biridir, hə? Küsəyənliyim var. Nə yalan deyim. Küsəyənliyim var. Bu küsmək deyil də əslində. Qəlb biraz umduğu yerdən küsər. Həqiqətən də bu belədir. Qəlb umduğu yerdən küsür. Siz necədir? Qorxuruq çox şey etiraf eləməyə. Olduğumuz kimi anda necə hiss ediriksə o cür qarşılıq verməyə qorxuruq. Küsmək istəyirəmsə küsürəm. Yəni bunu niyə ona yaxşı görünüm deyə özümü bağlayım. Küsməyin də ona deyil. Küsmürəm. İzah eləyin, müzakirə eləyin. Orada Çox qalıcı olmur mənim küsməyim. Hə. Peşman olmursunuz sonra küsdüklərinizdə. Oluram. Mən sizə biraz öncə dediyim, çox ağıram. Ona görə də çox az insan bu ağırlığı istəmir. Sadə, yəni sadə bir mövzu, sadə bir həyat, sadə insan istəyir insanlar, cəmiyyət. Bu kişi, qadın fərqi eləmirəm də, yəni ümumi götürürəm bunu. Olduğum kimiyəm. Və olduğum kimiyəm, mən beləyəm demirəm. Hər gün dəyişmək olmur, mümkün deyil bu. 10 il bundan qabağa baxanda çox dəyişmişəm. 2 il bundan qabağa baxanda da çox dəyişmişəm. Küsməyiniz dəyişməyib. Küsməyim? Çünki yox. Öncəki dostlarınızdan da soruşdum, küsür dedilər. Həqiqətən. İndiki dostlarınız da dedi ki, küsür o. Tez inciyəndir, tez küsəndir dedi. Orası doğrudur. Biraz var, etiraf edirəm mən. Küsməyim var, amma İbrahim deyək yəqin, hə? Dəyişmək istəyirsiniz. Dəyişmək ümumiyyətlə yaxşıdır. Belə deyirlər ki, insan ümumiyyətlə dəyişmə məcbur olmadıqca dəyişmək istəmir. Siz necə düşünürsünüz? Dəyişmək duyğusu çox gözəl bir duyğudur. İnsanlar bundan qorxur. Baxın, görürsünüz, hər şey qorxuya gəlir. Bayaq siz də dediniz qorxudan. Yaranan hər neqativ halın səbəbkarı qorxudur. Biz dəyişməkdən də qorxuruq. Necə olaram? Cəmiyyət mənə nə deyər? Bütün insanda olan neqativ hisslərin başlanğıcında qorxu gəlir. İnsan qorxursa, digərləri gəlir. Bəli. Artıq bu o belədir. ola bilər, artıq bütün o neqativ nəsə varsa insanda qorxudan yaranır. Bəli, bu doğrudur. Dəyişməkdən danışım, sonra qorxuya da değinəcəm, o maraqlı mövzudur. Qorxulan bir mövzudur daha doğrusu. Aha. Qorxu mövzusunun özü belə qorxulan, yəni çox az insanla danışmaq istəyir. Dəyişmək duyğusu çox gözəl bir duyğudur. Olduğum kimi qalmaq, mən beləyəm demək çox yanlış bir ifadədir. Və dəyişmədən yaşamaq mümkün deyil. Kim nə qədər desə də ki, mən dəyişmirəm, olduğum kimiyəm. Bu çox da mümkün deyil. Yəni, baxın, mən sizə belə bir misal deyim. Tutarım ki, illər öncə hər hansısa bir istənilən bir dinlə bağlı mövzuda bir fikir, qatı bir fikirdə olan biri bu gün o fikrin tamam əksindədir. Davranışında da elədir. Çox əlaqəsiz bir yoldadır. Və bu onun fərqində deyil.
O bu dəyişmədiyini düşünür. Yəni dəyişimin özü belə özündən xəbərsizdir. Yəni ona görə də bu gün mən dəyişmirəm demək, mən olduğum kimiyəm demək çox absurddur. Və mən bunu rahat etiraf edə bilirəm ki, mən dəyişirəm və bu da çox gözəl bir şeydir. Amma fərqində olaraq dəyişmək daha yaxşıdır. Fərqində olaraq, istəyərək dəyişmək çox gözəl bir şeydir. Amma nə qədər insan özündən fərqindədir ki, dəyişimin də fərqində olsun. Keçək belədir. Yəni dəyişim mövzusu çox qəliz mövzudur. Yəni bu sadə mövzularla əlaqəli bir şey deyil ki, hə bu xassiyyətdəydim, nəyisə görə xassiyyətimi dəyişdim, lor dildə deyirəm mən. Xassiyyətimi dəyişdim, artıq başqa cürəm. Söhbət bu dəyişimdən getmir. Ruhani dəyişimdən gedir, ilahi dəyişimdən gedir. Elmi, sənəti mövzularda dəyişimdən gedir ki, tam ki, misal özümdən götürsəm, qarışıq mövzularda çəkirdim mənzərə, portret, natürmort. 2 il içində misal deyirəm, yəni bunu özümə şamil eləmirəm. Dəyişdim, artıq fəlsəfi mövzuda işləyirəm. Bu artıq dəyişimdir. Bu 2 il ərzində bu insan nə yaşadı ki, belə bir dəyişim baş verdi? Nə yaşadı, mən soruşum. Doğrudur. Yəni bu 2 il deyil, söhbət məndən gedirsə, mən 2017-yə qədər normal janrlarda çəkirdim. Birinə mənzərə, portret, natürmort, belə mövzularda çəkirdim. Çox qəlizə yemirdim. O da dediyim kimi, yəni yaşamla bağlı əlaqəli bir şeydir. Yaşadıklarınla, aldıkların zərbələrlə bağlıdır bu. Normal, rahat bir vəziyyətdə ortaya fəlsəfi bir mövzu çıxmaz. Səbrən bəy, o zamankı düşüncələriniz də dəyişdi. 2017-yə qədər düşündükləriniz, xarakteriniz, 2017-dən sonraki düşüncələriniz tamamilə fərqlidir. Bəli. Fərqlidir, amma mən düşünmürəm ki, o dövrdə zəif düşünürdüm, indiki dövrdə üstün düşünürəm. O dövrdəki də mən idim. Oradakı da Səbrəli dərin idi. Buradakı Səbrəli dərin idi. Yəni burada dərinəm, ağlıyam, mən üstünəm. Məndən yoxdur mənasında deyil. Başa düşdüm. Nəsimidən misal çəksə, Nəsimi mənəm deyəndə bu egonun ifadəsi deyildi mənəm. Əlbəttə. Bu bayaq dediyim özünü hiss etmək, özünə toxunmaq, özünü bilmək mənidir o ki, onu dedirdir ki, mənəm. Yəni bu gün bütün mənəm deyirdi. Bəli. Sizə bu bütünlüyü tam anladıq bu gün biz günümüzdə. Mən də sizə o günəşli, o zərrəni. Mən də sizə bir sual verim. Neçə əsr keçib onun üstündən? Baxın görün, neçə il, neçə gün, neçə saat, neçə an keçib ki, bu anlarda, illəri demirəm, anlarda nə qədər insan gəlir və insan gedir. Nəsimiyə qədər nə qədər insan gəlib gedib, nə qədər düşünən, nə qədər ağıllı ki, bu gün də var. Yəni, bu gün yaşayan bir dövrdə bir ağıllı insanı, bir kamil, bir ziyalı, bir düşünən insanı nə qədər anlamaq istəyirik? Yəni, Nəsimini qoyuram kənara, bir dövr yaşayıb. Yəni, bu gün bu saydıqlarımın yola çıxaraq deyirəm. Varmı yəni elə bir insan ki, biz bu gün bayaq dediyimiz kimi dərin bir insanı anlaya bilək. Buna ehtiyac duyaq, qaçmayaq. Var, amma azdır. Yəni. Çox azdır. Yəni, yoxluq dərəcəsində deyil. Yəni, yoxluq deyə bir şey yoxdur onsuz. Mütləq ki, bir nəfər belə olsa olacaq. Mənim bir köhnə bir dostum vardı. Onun yaxşı bir sözü var idi. Ziyad. Bəlkə Salamlayın. Ziyad buradan bizi dinləyir. Hə. Onun bir sözü var idi. O deyirdi ki, mənə deyirdi onu. Mən əvvəllər çox anlaşılmazlıqdan çox yorulurdum ki, niyə heç kim anlamır. Onun bir sözü vardı. Deyirdi ki, bir nəfər belə anlasa bəsdir. Çox yaxşı bir söz var. Deyir ki, sən günəş ol, sən parla. Onsuz da sən parladığın zaman ışığına gələnlər çox olacaqdır. Yəni, çalışma o ışıq, sən paylayasan kiməsə. Zaten gələcəklər sənə. Doğrudur. Sən günəş olmağı bacar. Səndəki vəhdət anlayışı deyə bilərik ki, Nəsimidən gəlir. Nəsimidən də gələ bilər. Sizdən də gələ bilər. Ondan da gələ bilər. Tanımadığın birindən də gələ bilər.
Baxın, mən bunu niyə belə dediyimi mən sizə deyim. Ola bilər qaranlıq qala bilər. Bu son sərgidə 47 rəsm sərgilənirdi. 47 rəsmin hər biri fərqli ölçüdə, fərqli mövzuda, fərqli fəlsəfi yanaşmada, fərqli rəng tonunda. Amma çəkən bir nəfərdir. Eyni adamdır. Fərqli emosiyalarda, fərqli enerjilə çəkilir. Amma rəng eynidir. Eynilə. İşlərdən fırça eynidir. Təbii ki, onların hər biri demək ki, bir vəhdət formasıdır. Lampanı dəyişməklə o enerji də dəyişmir. Enerji həmin enerjidir. Sadəcə biz lampanı dəyişdik. Yəni bu gün biz Nəsimini dəyişdik, amma Nəsimi yenə də elə Nəsim idi. Suallarımız çoxdur, bizə gələn suallar da çoxdur. Bir neçəsini səsləndirim, amma bizim vaxtımız da azdır. Qısaca olaraq cavablandırarsınız. Həyatın bir mənası vardımı? Soruşurlar. Əgər onu biz mənalandırırıqsa, Səbrəli öz mənalandırdığı həyat içərisində dəyərli olanları seçir, yoxsa önəmli olanları? Dəyər də, önəm də eynidir. Bunu parçalamaq, bölmək doğru deyil. Dəyərlidirsə demək önəmlidir, önəmlidirsə demək dəyərlidir. Eyni qapıya çıxır. Ona görə də parçalamaq, bölmək yerinə onu vəhdət halında birləşdirmək daha doğrudur. Belə deyirlər ki, həyatın başında başqaları günahkardır. Sən günahsızsan. Ortasında sən günahkarsan, başqaları günahsızdır. Sonuna gələndə anlayırsan ki, heç kəsin günahı yoxdur. Sadəcə yaşamağımız, gərəkənləri yaşadıq. Səbrəli həyatın hansı mərhələsində yaşayır? Başlanğıcında. Hələ də başdayım, əvvəldəyim və sondayım. Bitəndə başlayacağım. Bəs Səbrəli başqaları ilə, yoxsa dünya ilə, yoxsa özü ilə savaşır? Səbrəli heç kimdən savaşmır. Səbrəli hər şeylə vəhdət içindədir. Mənə vurulan zərbədə belə mən orada vəhdət halındayım, sevgi halındayım. Onu qəbul edirəm və normal bir hal kimi yola verirəm, belə deyim. Deməli, çəkdiklərinizin içərisində bir neçə maraqlı məqamlar var. Daha çox çəkirsiniz qurbanlıq qoyun rəsmlərdə. Nə ilə əlaqəlidir? Niyə bunu çəkirsiniz? Niyə çəkirəm? Çünki çox az insan o mövzuya toxunur. Çox az insan biz niyə kəsirik deyir. Biz niyə kəsirik? Az qalmamaq üçün. Və dini buna da alət edirik. Türklər demişkən. Yəni bunun dinlə bir əlaqəsi yoxdur. Bunun bir Allahla bir əlaqəsi yoxdur. Yəni baxın, mən sizə belə bir söz deyim. Yox, nə vegetarianam, nə veganam. Heç nə deyiləm. Və heç nə olduğum üçün bu məni narahat edir. Biz niyə yeyirik? Bu da dərin mövzudur, həqiqətən. Yəni nə qədər insan bu sualı özünə verir? Hətta rəsmlərin içində bir qəfəsdə rəsm əsəri var idi. Quş idi, ağacda. Onu çərçivənin içinə salmışdım, o cür təsvir eləmişdim. Biz uşağımızın xoşu gəlsin deyə, özümüz həzz alaq deyə, günlərlə, aylarla, illərlə bir quşu bir qəfəsdə saxlayırıq. Və ona yem verərək, su verərək də vicdanımızı rahatladırıq. Ki, mən ona baxıram. Onun sənin ona baxmağa ehtiyacı yoxdur. Ona azadlıq lazımdır. Təbii ki, o təbiətdə olmalıdır. Mən də belə düşünürəm əslində. Biz hər normal insan elə düşünməlidir. Bunun üçün, çox izləyirəm Sona xanım, bunun üçün dərin olmağa, fəlsəfi düşünməyə, müqəddəs insan olmağa ehtiyac yoxdur. Sadəcə düşünmək bəs eləyir. Ki, bu quşu qəfəsdə saxlamaq olmaz. İtin boynuna kəndir bağlayıb, onu və özümüzə haqq veririk ki, biz buna yemək gəzdirmək olmaz. İndi mod olub, pişiklər də elə eləyirlər. İp bağlayırlar boynuna, gəzdirirlər. Düşünün də, yəni, düşünün ki, siz eləsiz. Yəni, bunu eləyən insanlardan söhbət gedir. Ki, düşünün ki, bizə elə eləyirlər. Necə olarıq? Nə istər keçirərik? Kim deyir ki, onlar düşünmür? Kim deyir ki, onların duyğusu, hissi yoxdur? Kim deyir ki, onlar ağlaya bilmir? Yenə mən psixologiya müraciət edəcəm. Deməli, psixologiyada belə bir şey var. Əgər səndən kömək istəmirlərsə, kömək etmə. Sən o yeməyə görürsən ki, yeməyə ehtiyacı var. Onun yeməyini qoyub qabağına. Amma düşünmə ki, sən onu evə gətirəcəksən, onu hər hansı bir zəncirlə bağlayacaqsan və ona kömək edəcəksən. Bu kömək deyil.
köməkdir. Dediyim kimi, yenə deyirəm, bu sadəcə öz həzzimiz üçün, sadəcə öz vicdanımızı rahatlatmaq. Vicdanımızı rahatlatmaq istəyiriksə, qapımızın ağzına bir qab yemək, bir qab su qoymaq məncə kifayət eləyir. Yəni, bunun üçün saydıqlarıma ehtiyac yoxdur. Və bir söz də demirsən, mən dinləyənlər elə bilər, bəlkə mən bunları etməmişəm və yaxud da ki, dediklərimi hardansa oxuyub, kimdənsə eşidib danışıram. Mən bu şeylər yaşayıb keçmişəm. Bu fikrə gəlib çıxmışam. Aydınlığın rəssamı yoxsa rəssamın aydınlığı? Hər ikisi də. Eyni qapıya çıxır. Bu bayaq bilirsiniz nəyə bənzəyir? Bu bir sual var idi orada. Üzr istəyirəm, unutdum. Dəyərlə bağlı idi. Öz dəyərimizlə. Hə, onunla bağlı idi. Bu eyni qapıya çıxır, yəni. Aydınlıq da elə bizik, qaranlıq da bizik. Hətta bununla bağlı bir rəsm də var. Sərgimin adı da əslində oydu, qara və ağ. Əslində biz eyniyik. Bütün rənglərin toplumu qaradır. Bütün rənglərin açılımı ağdır. Deməli, dinləyicilərimizdən... Sadəcə bunun fərqində olmaq lazım. Əlbəttə. Dinləyicilərimizdən biri soruşur, son tablosunu çəksəydi bu nə olardı? Son tablom, o, çox qəşəng sualdır. Düşünmüsünüz bunu? Hə, çox maraqlı sualdır. Son tablo deyə bir film var. Fransız rəssamıdır, amma adını unutmuşam, üzrə hesab edən. İzləmişəm onu, həyatımda oxumuşam. O son tablosunu çəkir və ölür. Çox maraqlıydı. Mən o filmə baxandan sonra o sualı verən bilmirəm kimdir, amma çox qəşəng yerə toxundu, həqiqətən. Ziyad bəydir. Ziyad bəy bir daha salamlayırıq. Görürsünüz, Ziyad bəy dediniz, mənim fikrim dağıldı. Deyirdim. Həqiqətən dağıldı fikrim. Son tablomuzu düşünmüsünüzmü? O hansı tablo olacaq? Yox, düşünməmişəm. Hərdən öz-özümə deyirdim. Ətrafımdakılar mənə acığı tuturdu. Deyirdim ki, öz qanımla çəkəcəm. Çox absurd oldu, hə? Öz qanım deyəndə burada nəyə nəzərdə tuturam? Öz duyğularım, öz hisslərim. Qanın özü də bir hissdir, bir duyğudur. Onu hərəkət elətdirən hər şey. Yəni, bugün bizim qanımızın olmağı, bizim yaşadığımız yaşayırıq demək deyil. Mən bugün hərəkət eləməsəm, dayansam o qan da dayanacaq. Ona görə də o qanı hərəkət elətdirən bizim hisslərimiz, duyğularımızdır. Ona görə də mən son rəsmim yəqin ki, hiss və duyğularım və fəlsəfəmlə olacaq. Sizin çoxlu sərgilərinizdə iştirak edəcəyik, onları görəcəyik, çoxlu rəsmlərinizə şahidlik edəcəyik. Təbii ki, son tablodan danışmaq mənə görə tezdir. Əlbəttə, hələ cavanam. Və verişimizin sonuna gəlib çatdıq. Sonunda bir neçə mənim sualım var. Ənənəvi sualdır. Bunları vermək istəyirəm. Birincisi odur ki, siz uşaq Səbrə ilə hal-hazırda yanınızda otursaydı, ona nə deyəcəydiniz? Ona nə deyərdim? Qorxmamasını deyərdim. Hər şeyin yaranma səbəbi qorxudur. Və tək qurtuluşumuzun... Çox qorxurdu. Uşaq vaxtı çox qorxusuzuydum. Həqiqətən, çox şuluqçu olmuşam, çox qorxusuzum. Amma hazırdakı Səbrəli çox qorxur. Özündən qorxur. Kənar deyə bir şey yoxdur ki, onsuz. Yəni, kənar da özümüzük. Hal-hazırda özündən qorxur. Niyə qorxur, bilmirəm. Və bunu tövsiyə edərdim ki, tək qurtuluşumuz var, o da sənət və elmdir. Sənət və elmin ən dərinlinə getmək lazımdır. Və tək qalibiyyət də ondan ola bilər. Qalan hər şey sadəcə zaman öldürməkdir. Və sonuncu sualım sizə də çox yaxında Ağ və Qara. Hətta sizin sosial media hesablarınızda bir balaca araşdırma edəndə baxdım ki, çox vaxt orada deməli qara ağ və yaxud da ki, mələk, iblis, qırmızı ağ, belə məqamlar çoxdur. Yəni siz də düşünürsünüz ki, həqiqətən də burada, bu dünyada yaşayırıqsa xeyir və şər var. Ağ və qara var, iblis və mələk vardır. Və hal-hazırda düşünün ki, studiyamızda yenə də ağ və qara rənglər hakimdir. İşıq və qaranlıq var. Mən hər zaman deyirəm qonaqlarıma, qaranlıq tərəfdə mən əyləşmişəm. Çünki düşünürəm ki, qaranlıqda əyləşməsəydim, işığı görməzdim. Siz hansını seçirsiniz, işığı yoxsa qaranlığı? Əgər razılaşsaz, yanımda əyləşə bilərsiniz.
Böyle mən yanınızdayam, sizlənəm. Bayaq dediyim kimi, bizi bizdən ayıran heç nə yoxdur. Biz saf bir enerjiyik. Sadəcə cismə bürünmüşük, fərqli görünürük. Göy quşağını qara qələmlə çəkmək bunun göy quşağının qara olduğu mənasına gəlmir. O yenə rənglərləndir. Sadəcə dediyim kimi, bütün rəngləri qatsaq, bir rəssam olaraq deyirəm, bunu yəni əmin ola bilərsiniz də, yəni bütün rəngləri qatsaq, qara alınacaq. Və bütün rəngləri açsaq, saf ağ olacaq. Bunu təcrübə etmişsiniz? Əlbəttə ki, bunu bütün rəssamlar bilir. Və ona görə də heç bir rəngdən ayırmayın. Bütövlüyə inanın və heçliyə inanın. Heçliyin özü bir ağdır. Biz ağı müqəddəs kimi görürük, amma ağ əslində heçlikdir. Sadəcə bir boşluqdur. Bütünlük qaradadır. Təşəkkürümü bildirirəm sizə. Çox sağ olun deyirəm. Mən təşəkkür edirəm. Oldu, həqiqətən. Çox sağ olun, həqiqətən. Və siz də qaranlıqda oturaraq işığı görənlərdənsiz. Əlbəttə. Bir daha təşəkkürlər. Çox sağ olun. Mən təşəkkür edirəm. Çox sağ olun.